Salam əziz dostlar, Mətbəx Sevər kanalına xoş gəlmisiniz. Bugün sizinlə indiyə qədər hazırladığım ən yumşaq bananlı keks reseptini paylaşacağım. Bu keks o qədər ləzzətlidir ki, bir dəfə hazırlayan hər dəfə yenidən bişirmək istəyəcək. Videonu sona qədər izləyin, bütün sirləri sizinlə bölüşəcəyəm. Əvvəlcə yarım stəkan qoz ləpəsini blenderdən keçirirəm. Daha sonra ərzaqları bir-bir əlavə edib qarışdırıram. Hazırlanması çox asan və çox da vaxt aparmır. Ayrı bir qabda 1 stəkandan başı aşağı biraz şəkər tozu, yəni qramla desək 150 qram əlavə edirəm qaba. Üzərinə 2 ədəd yumurta ağlı sarılı mikserdən keçirdirəm, biraz rəngi ağarana qədər. Daha sonra üzərinə yarım stəkan duru yağ əlavə edirəm. Yenidən biraz qarışdırıram mikserlə, yəni çox uzun müddətli qarışdırmağa heç ehtiyac yoxdur. Bunları da qarışdırandan sonra əziz xanımlar, deməli 2 ədəd bananı soymuşam. Bu reseptdə yetişmiş bananlardan istifadə edirəm. Yetişmiş banan keksə həm ətir, həm də yumşaqlıq verir. Belə gözəl ətri olur, yumşaqlığı da qəşəng olur keksin. Bananları soyandan sonra baxın, bananın uc tərəfində, soyulan hissəsində belə qara nöqtə kimi olur. Onu mütləqdir ki, oradan çıxardasınız. Onu çıxardanda elə bir ucunda bir balaca iynə kimisi də olur da. Yəni onu yemək olmaz. Onu çıxardıb təmizləmək lazımdır. Çıxardıqdan sonra gördüyünüz kimi çəngəllə əzib qarışımın üzərinə əlavə edirəm. Yenidən biraz mikserdən keçirdirəm. Daha sonra un, qabartma tozu, vanil əlavə edirəm. Burada un toplam 220 qram undan istifadə eləmişəm. Sizlərə görə stəkanla da ölçüsünü göstərirəm. Deməli 1 stəkandan başı bir barmaq aşağı un istifadə edirəm, amma 2 stəkan eyni ölçüdə, başı bir barmaq aşağı əlavə edib qarışıma bu dəfə mikserlə yox, əllə qarışdırıram. Əziz xanımlar, baxın bu cür. Adətən xanımlar sual verir ki, 200 qramlıq stəkan elə bilirlər ki, 200 qramlıq stəkandırsa bu hökman unu da 200 qram tutur. Xeyr. Un 1 stəkan unu dolduranda bir də görürsən 130 qram tutur, 135 qram, 125 qram belə ola bilir. Burada bir barmaq başı aşağı eləmişəm, 2 dənə stəkan. İkisi toplam bir yerdə 220 qram elədi unumuz. Daha sonra üyüdülmüş qoz ləpəsini və yarım stəkan da şokolad qırıntısı əlavə elədim qarışımın içərisinə. İndi siz istəsəniz, məsəl üçün qoz ləpəsi, şokolad qırıntısı əlavə etməyə bilərsiniz. Amma etsəniz daha yaxşı olar. Yəni həm kəsəndə görkəmi gözəl olur, həm də dadı əla olur, mükəmməl olur. Qarışımı qarışdırandan sonra əllə qarışdırıb qoyuram bir kənara. Daha sonra çəmbəri burada gördüyünüz kimi folqaya bükürəm. Çəmbərimiz 20 diametrdir. Siz 22 diametrdə də bişirə bilərsiniz. Yəni çox böyük qabda bişirməyin ki, keksimiz çox yastı çıxmasın. Çəmbərin altını folqa ilə örtürəm. Hər dəfə mən tortlar üçün biskviti də bu formada belə folqanı bükürəm çəmbərlərə. Müxtəlif ölçüdə çəmbərlərim var, bişirirəm. Və qarışımı əlavə edirəm qabın içərisinə, ötürürəm sobaya. Sobanı da əvvəlcədən qızdırmışam 170 dərəcəli istilikdə. Ötürürəm sobaya. Bizim burada keksimiz 50-55 dəqiqəyə hazır olur. Adətən olur ki, bir də görürsən bu keksi hazırlayanda üstündə çatlar əmələ gəlir. O da problem deyil. Yəni ola da bilər, olmaya da bilər. Bizdə çat əmələ gəlmədi. Budur, bananlı keksimiz hazır oldu. Qoyuram bir damcı soyusun. İsti-isti mən bunu çəmbərdən çıxartsam, elə bir tərkibi var ki, dağıla bilər. Yəni normal biskvit kimi deyil. Soyuyandan sonra çəmbərdən çıxardıram və üzərinə şəkər pudrası ələyirəm. Siz şəkər pudrası ələməyə də bilərsiniz. Azca şokoladı belə xət-xət üstünə gəzdirə də bilərsiniz. Yəni bol şokolada ehtiyac yoxdur. Onda oca başqa keks olacaq. Burada bananın xüsusi ətri var. Yəni şokoladı mən deyərdim ehtiyac yoxdur. Bir damcı şəkər pudrası ələyirəm və servis edirəm. Əziz xanımlar, yenə qeyd edeyim ki, soyuyandan sonra kəsirəm. Yəni isti-isti kəssəm çox dağıntılı olar belə keksimiz. Mükəmməl keks alındı. Təsəvvür edin ki, siz bu sobada bişənə qədər adamın səbri çatmır ki, o qədər gözəl ətri gəlir ki, elə fikirləşsən ki, bir dənə tez hazır olsaydı bunu çıxardardım sobadan. Baxın, görün necə gözəl keksimiz alındı, yumuşaq. Əgər resept xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Yeni və dadlı reseptlərlə görüşənədək sağ olun, salamat qalın.